Salam əziz həmkarlar, ABC Akademiya testlərinə baxırıq. Sınaq 2. İnsanda haploid xromosoma sahib olan hüceyrələrin hazırlayan vəzlərdən birinin hormonu necə adlanır? Haploid xromosoma yumurta hüceyrə sahibdir, bir də spermatozoid. Biz onların hazırladığı hormona baxırıq. Burada da progesteron cinsiyyət vəzlərinin hazırladığı hormondur. Deməli oldu C variantı. Boy artımı ləngiyən, ağıl kəmliyi və bədən münasibəti pozulmuş uşağa müalicə yazan həkim. Ümumilikcə baxın, boy artımı ləngiyib, bir də ağıl kəmliyi, bədən münasibəti pozulub. Bu hansı vəznin funksiyası nəticəsində yaranır? Əlbəttə ki, qalxana bənzər vəznin funksiyası krentitizm xəstəliyində. İndi deyirsiniz ki, boy artımı ləngimək hipofizin cırtdanboyluq xəstəliyində də var axı, amma cırtdanboyluqda ağıl kəmliyi müşahidə olunmurdu. Qalxana bənzər vəznin funksiyası pozulanda krentitizm xəstəliyi yaranırdı ki, uşaqlarda, bunlarda ağıl kəmliyi müşahidə olunurdu. Deməli, qalxana bənzər vəznin fəaliyyətini artıran dərmanlar yazılmalıdır. B bəndi. Beyin qabığı zədələnmiş uşaqda aşağıdakılardan hansının işində pozğunluq baş verə bilər? Baxın, əzilə tonusu orta beyindir, qidanın udulması xeyir, tənəffüs uzunsov beyin, qan dövranı uzunsov beyin, amma iradə əzələlərin hərəkəti beyin qabığı yarımkürələri vasitəsilə idarə olunur. Əgər zədələnərsə, deməli iradə hərəkətlərdə problem yaranar. Çeynəmə və mimik əzələlər, göz almasına hərəkət elətdirən əzələlərin sinir mərkəzləri harada yerləşir? Beyin körpüsündə yerləşir. Hansı hormonun ifraz etdiyi vəzi heç bir bədən boşluğunda yerləşmir? Baxın, ümumilikcə heç bir bədən boşluğunda yerləşməyən vəzlərimiz qalxana bənzər vəzidir, qalxana bənzər ətraf vəzidir, bir də kişilərdə olan cinsiyyət vəzləridir. İndi baxaq, adrenalin böyrək üstüdür, yerləşir qarın boşluğunda, insulin məadaltı qarın boşluğunda, timozin timus döş boşluğunda, melatonin bu yerləşir epifiz kəllə boşluğunda, tireoksin qalxana bənzər vəzidir ki, heç bir boşluqda yerləşmir. Y variantı. Simpatik sinirlərin fəaliyyətinin artması ilə ürək siklinin artması. Simpatik sinir fəaliyyəti artanda döyüntü artır. Döyüntü artanda da sikl aşağı düşür, azalır. Deməli, bu da olur A variantı. İnsanın gövdə skeleti neçə sümüklə birləşmə əmələ gətirir? 5 sümüklə. 2 çanaq, 2 körpücük, bir də yuxarıdan ənsə. Bu deyir 5 sümük. İnsanda parasimpatik sinir tənzimi baş beyin tərəfindən tənzim olunmayan orqanları göstərin. Yəni, baş beyin kötüyündən gəlməyən orqanları göstərəcəyik. Bax, böyrəklərə gəlir. Siz burada çanaq boşluğun sidik hissəsini götürəsiniz, bir də cinsiyyət orqanlarını götürəsiniz. Ürəyə də gəlir, gözlərə də gəlir. Oldu 2-3. D variantı. İnsan skeletində verilən hissədə olan sümüklər neçə oynağın əmələ gəlməsində iştirak edir? Skeletə aid olan sümüklər. Bir arxadan ənsə sümüyüdür ki, boyunda birləşən o oynaq əmələ gətirir. Bir də, deməli oldu, bir dənə ənsə sümüyü. Bir də burada yerləşir. Çünki bu hissədən soruşur. Gicgah sümükləridir ki, çənə oynağının əmələ gəlməsində iştirak edir. 2 dənə də çənə. Oldu 3 dənə sümük. Çünki sizə deyir ki, insan skeletinin verilən hissəsində olan sümüklər, bax, burada olan sümüklər neçə oynağın əmələ gəlməsində iştirak edir? 3 dənə oynağın əmələ gəlməsində iştirak edir. Sümüyü soruşmur, oynağı soruşur. Sümük olsa 2 gicgahdır, 1 alt çənədir, 1 dənə də ənsədir. Amma oynaq 3 dənə oynaq var. 1 oynaq, 2 oynaq, bir də ənsə oynağı, 3 oynaq. Bu da olur C bəndi. Cədvələ əsasən B-A ifadənin maksimum qiymətini hesablayın. Lordozun əmələ gəlməsində B, boyun bel. 12 dənə boyun bel, 7 dənə beldir. Bel deyəndə boyundur, üzrlü sayın. 5 dənə də beldir. Cəmi 12 sümük. Gövdənin tək sümükləri, bu da maksimum dediyi üçün onurğa sütununu 34 götürəsiniz. Bir dənə də döş sümüyün üzərinə gələsiniz. Bu deyir 35. 35-dən də 12-sini çıxanda eləyir 23. B variantı.
Şəkildə X və Y hormonları ilə əlaqəli hansı fikirlər doğrudur? Məsələn, baxıram ki, qandan alıb sümüyə verir, sümükdən alıb qana verir. Qandan alıb sümüyə verən kalsitonindir, sümükdən alıb qana verən parat hormondur. X hormonu kalsitonindir, düzdür. Qandan aldı, sümüyə verdi, 1. Y hormonu qalxana bənzər ətraf vəzi tərəfindən sintez olunur, düzdür. Parat hormondur ki, sümükdən alır, qana verir. Qalxana bənzər ətraf tərəfindən sintez olunur, 2. X hormonu sintez edən vəzi qarın boşluğunda yerləşir, səhvdir. Kalsitonin qalxana bənzər vəzidir ki, heç bir boşluqda yerləşmir. X hormonu tiroksindir, səhvdir. Kalsitonin hormonudur. Deməli oldu burada C bəndi 1 ilə 2. Aşağıdakı şəkildə 6 ədəd neyronun biri-biri ilə əlaqələndirilmişdir. Bax, burada akson budur, dendrit budur. Yəni, qarışdırmayın. Buna görə qıcıqlanma zamanı əmələ gələn oyanma verilmiş neyronlardan keçməz. Bax, qıcıqlanma burada baş verib. Aha, burada baş verəndə gəlir 2-yə keçir. Bax, buradan bir-birdən keçməyəcək. Rahat şəkildə 3-ə də gəlir, 4-ə də gəlir, 5-ə də gəlir. Yəni, hamısına sıralama gedir. Bir də 6-ya keçməyəcək. Niyə? Çünki burada baxın, dendritlə dendritin sinapsını verir. Dendritlə dendritin sinapsı olmur. Sinaps bir neyron daxilində dendrit cismi akson, digərinin də dendrit cismi aksonu. Yəni, birinin aksonu ilə digərinin dendrit arasında yarana bilər. Deməli, burada keçməyəcək. 1-1-dən, bir də 6-dan. C variantı. Sadə refleks qövsünün 3-cü hissəsi mərkəzdir. Mərkəzdə deyir yerləşə bilər. Sinir düyünləri mərkəzdən kənardadır. Hissi neyron aksonu mərkəzə daxil olur. Hərəki neyron aksonu da mərkəzdə olur. Sadədə ara neyron yoxdur. Hərəki neyron cismi də mərkəzdə olur. Deməli oldu 2, 3, 5. Bu da olur C variantı. İnsanın kiçik qan dövranına aid olan damarlarla əlaqəli verilənlərdən hansı doğrudur? Qan sürət deyərsə, arteriya böyükdür vena, vena böyükdür kapillyar. Amma təzyiq deyəndə arteriya böyükdür kapillyar, kapillyar da böyükdür vena. Təzyiq bu istiqamətdə gedir. Burada da kiçik qan dövranı verir. Baxıram, kiçik qan dövranında 3 rəqəmi ilə görürəm ki, arterial qan daşınır. Deməli, bu olur ağciyər venası. Çünki kiçik qan dövranında arterial qan ağciyər venasında olur. Birə baxıram ki, burada venoz qandır. Deməli, bu da ağciyər arteriyasıdır. Kiçik qan dövranında venoz qan ağciyər arteriyasında olur. 2-də də kapillyarlardır. Damarı işarələndirdim, indi baxaq. Deyir, qan təzyiqi ən az olan damar 1-dir. Bir ağciyər arteriyasıdır. Ağciyər arteriyasında ən çoxdur. Deməli, bu səhvdir. 2. Qanın axma sürəti ən az olan damar 3-dür mənə deyir. Qanın axma sürəti ən az olan damar 3-dür. Ağciyər venası 3-dür o, yoxsa 2-dir. Əgər 3-dürsə səhv yazıb. Sürət 2-dən azdır. Qoy o qalsın. Qandakı oksigenin miqdarı ən çox olan damar 3-dür. Bax, burada 1 bizə 3 doğrudur. Burada 2 rəqəmidir. Qanın axma sürəti ən az olan damar 2-dir, doğrudur. Çünki sürət dedik ki, olur arterial böyükdür vena, vena da böyükdür kapillyar. Bu sürətdir. Amma təzyiq əksinə arteriya böyükdür kapillyar, kapillyar böyükdür vena. Deməli oldu burada 2-3 D variantı. İnsanın sinir sistemi ilə bağlı düzgün fikirləri seçin. Qarışıq sinirlər ara neyronun çıxıntılarından təşkil olunub, səhvdir, hissi və rəki neyrondan təşkil olunub. Ara beyin zədələnərsə yalnız qoxu ara beyindən keçmir. Onurğa beyni 5 şöbədən ibarətdir, səhvdir. Simpatik sinirlər qan damarlarını daraldır, göz bəbəyini genəldir, de doğrudur. Uzunsov beyində simpatikin mərkəzi yerləşir, səhvdir. Simpatikin mərkəzi döşlə beldə yerləşir. Hipofiz vəzisinin hipofunksiyası zamanı cırtdan boyluq xəstəliyi yaranır. Y bəndi. Kallik adam adlanır onlardan. 17. Yanlış fikri seçin. İnsanın gövdə skeletində kəllə qutusuna aid sümük ənsə ilə birləşmə əmələ gətirir, düzdür. Yassı sümüklə birləşmə əmələ gətirir. Məsələn, ənsə yastıdır, çanaq yastıdır, düzdür. Qarışıq sümüklə gövdəyə 2 dənə körpücük birləşir, qarışıqdır, düzdür. 2 cür sümüyü olan sümüklə birləşmə əmələ gətirir. 2 cür sümük yuxarı və aşağı ətrafların sərbəst hissəsidir, onunla da birləşmə əmələ gətirmir. Elə debəndi səhvdir.
Tək sümüklə, məsələn, ənsə təkdir, birləşmə əmələ gətirir, düzdür. Deməli oldu D variantı. Aşağıda refleks qövsündə iştirak edən hissələr verilmişdir. Bu hissələrə əsasən doğru fikirləri tapın. Gəlin tapaq. Bir mərkəz olacaq, iki hissi, yox, bir reseptor sahə olacaq. 2 yazaq. Reseptor sahə, 2 hissi, 3 mərkəz, 4 hərəki, 5-də işçi orqan. Bir işçi orqandır, səhvdir. 2 neyronun dendriti ara neyronla əlaqəli ola bilər. Dendriti yox. Dendrit cisim, akson. Aksona əlaqəli ola bilər, səhvdir. 4 neyronu cismi boz maddənin əmələ gəlməsində iştirak edir. Düzdür də, hər iki neyronun cismi ilə dendriti boz maddənin əmələ gəlməsində iştirak edir. C bəndi. 3 neyron periferik hissədə ola bilər. 3 də ara neyrondur ki, mərkəzdə olar da periferik hissədə olmayacaq. 5-ci hissələr qıcığı qəbul edən, 5-ci yox, 1-ci hissə qıcığı qəbul edir. Deməli oldu C variantı. Əgər insanda görmə sinirləri sinir impulslarını həm göz alması əzələlərinə ötürsəydi, onda bu sinir, baxın, sinir impulsunu həm də göz almasına, yəni görmə siniri həm mərkəzə ötürərdi, həm göz almasına, onda qarışıq olacaqdı da, həm hissi funksiya görəcəkdi, həm hərəki funksiya. C variantı. Bazu sümüyündə əmələ gələn yeni eritrosit hüceyrəsi aortaya qədər. Bax, bazuda əmələ gəldi. Tökülür yuxarı boş venaya. Yuxarı boş venadan gəlir, tökülür ürəyin sağ qulaqcığına. Sağ qulaqcıqdan keçir sağ mədəciyə. Sağ mədəcikdən ağciyər kütüyü vasitəsilə, arteriya vasitəsilə gəlir ağciyərə. Ağciyərdən ağciyər venası damarı ilə gəlir sol qulaqcığa. Sol qulaqcıqdan gəlir sol mədəciyə, oradan da aorta vasitəsilə çıxır. İndi mənə nə deyir? Hansından keçə bilər? Bazu arteriyasından yox, aşağı boş vena yox, ürək kapillyarı yox, qaraciyər kapillyarı yox. Amma ağciyər kapillyarlarından keçdi. Sıralamanı sizə dedim. Uyğunluğu müəyyən edin, müəyyən edək. A, B, C. Bax, A əzələdir. B əzələ dəstidir, C-də əzələ lifidir. Bu da eləyir C variantı. Deməli, A oldu əzələ, B dəstəsi, C-də lifi. Deyir, şəkildə verilən sümüklərlə quruluşca eyni olan sümük. Biri alın sümüyüdür. Alın, təpə, ənsə, gicgah. Bunlar yastı sümüklərdir. İndi mənə yastı sümük lazımdır. Bir kürək sümüyü, fəqərələr qarışıqdır, çanaq sümüyü, qabırğalar da yastıdır, döş sümüyü də yastıdır, körpücük qarışıqdır. Deməli 1, 3, 4, 5 bu da eləyir D variantı. Şəkildə verilən sümüklərdən hansılar oynağın əmələ gəlməsində iştirak eləyir? Əlbəttə ki, gicgah olan bir gicgah deyil, bir ənsədir. Ənsə, 2 gicgah, bir də alt çənə 6. 1, 2, 6. Bu da B bəndi. Bir testlərdir. 24. Deyir, uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq. Yəni, buradan səhvi tapacağıq. A, B, K, C, D, Y, K. Hə, simpatik, parasimpatik. Aha. Gəlin bir-bir oxuyaq, tapaq. B və K parasimpatik sinirlərdir. B-yə baxsam, həqiqətən də beyin kötüyü, yəni uzunsovdan, K-da olmadan çıxır. Həqiqətən də bilirik ki, parasimpatik beyin kötüyü ilə və ya uzunsov beyindən olmadan çıxır. Deməli, A variantı düzdür. Mədaltı vəziyyət simpatik D-dən gəlir. Məsələn, bunu boyun, bel, simpatik sinirlər yerləşir döşlə bel şöbəsində. Məsələn, baxsam bunu mən döşlə bel götürsəm, simpatik sinir D-dən gələ bilər. Bu da doğrudur. Böyrəklərə simpatik sinirlər Y-dən gəlir. Y də yəqin ki, beli verib. Bu da düzdür. Böyrəklərə parasimpatik sinirlər K-dan gəlir. Səhvdir. B-dən gələcək. Çünki böyrəklərə uzunsov beyindən, beyin kötüyündən gəlirdi. Cinsiyyət orqanlarına parasimpatik K-dan gəlir. Düzdür. Deməli oldu D variantı. B1 vitamini çatışmamazlığında sinir sistemində xəstəliklər yaranır. Sinir sistemində burada 4 rəqəmi ilə göstərilib. D variantı. Doğru ifadəni göstərin. İnsanda sarı sümük iliyinə malik olan sümük yuxarı və aşağı ətrafların sərbəst hissəsidir. Gövdə skeletinə aiddir? Yox. Qarışıq sümüyə aiddir? Yox. Kəllə skeletinə aiddir? Yox.
Qurşaq skeleti ilə hərəkətsiz birləşə bilir? Yox. Amma yassı sümüklə birləşə bilir. D variantı. Məsələn, bazu kürəklə birləşir, kürək yastıdır. Yanlış ifadəni seçin. Qadınlarda daxili sekresiya vəzilərinin növ sayı kişilərdən çox ola bilər, düzdür. Çünki qadında sarı cisimdən cift əmələ gəlir. İnsanın bir hüceyrəsində xromosom sayı 46-dan az ola bilər, spermatozoidlə yumurta cüyrə, düzdür. İnsanın bir növ neyronu ətraf mühitlə əlaqəlidir, düzdür. Qan birləşdirici toxumaya aiddir, düzdür. Limfa hüceyrənin daxili maye mühitini təşkil edir. Hüceyrənin yox, orqanizmin daxili maye mühitini təşkil edir. Elə Y variantı səhvdir. Verilən fikirlərdən hansı doğrudur? Onurğa beynindən 31 cüt, 62 də sinir çıxır, düzdür. Beyincik baş beyin ilə onurğa beynindən 31 cüt, burada hissi sinir verib, hissi sinir yox, qarışıq sinir çıxır. Beyincik baş beyin ilə onurğa beyni əlaqələndirir, bu da səhvdir. Göz almasına hərəkət etdirən əzələlərin sinir mərkəzi beyin kötüyündə yerləşir, bax bu düzdür. Ara beyin skelet əzələlərin gərginliyini tənzimləyir, bu da səhvdir, orta beyindir. Əmmə öskürmə orta beyində yox, uzunsov beyində yerləşir. Deməli oldu 28 C bəndi. 29. Cədvələ əsasən X sümüyü haqqında verilən mülahizələrdən hansı doğrudur? Gövdə skeleti cüt sümüklə birləşmə əmələ gətirir. Bəli, tək sümüklə birləşmə əmələ gətirir. Xeyr. Gəlin görək, bax, gövdə skeletinə aiddir. Cüt sümüklə birləşmə əmələ gətirir. Tək sümüklə birləşmə əmələ gətirmir. Bunu hansı sümüyü götürə bilərik cüt sümüklərlə? Məsələn, döş fəqərələri qabırğalarla birləşir və elə qabırğaları götürə bilərik. Aid olduğu sümük ikiz, aid olduğu skelet, cüt sümüklə. Məsələn, döş sümüyü götürək, gəlin bunu. Döş sümük, yassı sümüklə aiddir, 1, doğrudur. Döş sümüyü yassı sümüyə aiddir. Sarı sümükliyinə malikdir, yox. Tək sümüyə aiddir, düzdür. Döş sümüyü təkdir. Fəqərə ilə bilavasitə birləşmə əmələ gətirir, yox. Qabırğa ilə əmələ gətirir. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir, düzdür. Yəni, gəlir körpücük sümükləri döş sümüyünə birləşir. 1, 3, 5. Sarı sümükliyinə malik sümüklə birləşmə əmələ gətirir, yox. Deməli, aid oldu 1, 3, 5. C bəndi. C bəndi oldu, 1, 3, 5, A bəndi. İnsanda verilənlərdən hansının işi somatik sinir sistemi ilə tənzim olunur? Əlbəttə ki, əzələləri götürəcəyik. Məsələn, qarın əzələləri, yəni enə zolaqlı əzələlərə aid olan. Burada ürək əzələsi enə zolaqlı olsa da daxildə yerləşir. İşi say əzələ kimidir. Somatik yox, avtonom. Yəni, skelet əzələsini götürməlisiniz. Bu da eləyir qarın əzələsi. Hansı rəqəmlə verilmiş hissələr insanda zədələndikdə, yaddaş itə bilər. Yaddaş harada itirdə? Alınla gicgah zədələndikdə 1-dən 4. C variantı. İnsan skeletinin verilmiş hissəsi haqqında hansı fikir yanlışdır? Ümumi kəlləni verib. Deyir, yastı və qısa sümüklərdən təşkil olunub, qısa sümüyü yoxdur. Elə birdən bu səhvdir. Sonra, bir sümüklə birləşmə əmələ gətirir ənsə ilə. 2 düzdür. Bax, ikiləri buradan çıxsam, mənim variantım ya D-dir, ya C-dir. C-də də 1 olmadığı üçün deməli D variantdır. 3 sümüyü oynağın əmələ gəlməsində iştirak edir, düzdür. Yəni, gicgahlar, bir də ənsə. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir. Qurşaq skeleti ilə birləşmə 3 sümüyü yox, həmkarlar. 4 sümüyü oynağın əmələ gəlməsində iştirak edir. 2 gicgah, bir ənsə, bir dağ çənə sümüyü ilə 3 də səhvdir. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir, səhvdir. Qurşaq skeleti ilə birləşmə əmələ gətirmir. Hər 3 sümük birləşməsinə bu da səhvdir. Yarım hərəkətli birləşməsi yoxdur axı. Deməli oldu D variantı. Biraz tələsirik. Deməli, sağlam insanda simpatik sinirlərlə ötürülən oyanmalar ürək döyüntüsünü artırırsa, əlbəttə ki, sikl aşağı salacaq. Deməli, 1 düzdür. Qan damarlarını daraldır, göz bəbəyini genəldir, 2 düzdür. Ürək siklinin sayını artırır. Baxın, müddətini azaldır, müddət azalır. Amma say artır. 3 də düzdür. Bağırsaq əzələlərinin hərəkətini ləngidir. Ümumilikcə, simpatik sinirlər həzm sistemini ləngidir. 4 də düzdür. Nəbir zurğularının sayını artırır, 5 də düzdür. Deməli, elə hamısı da düz oldu. D variantı. Tisikl müddətini aşağı salır,
sayını artırır. Bunu qarışdırmayın. İnsan skeletinə aid verilən qrafikə əsasən düzgün olmayan bəndi seçin. Bax, K1 sümüklə birləşmə əmələ gətirir. Məsələn, düzgün olmayan bəndi K verib kəllə qutusu, sonra L deyir 3 sümüklə çiyin qurşağı. Çiyin qurşağı 3 sümükdür. Çünki 2 dənə bazudur, 1 dənə döşdür. L düzdür. Bunu buradan çıxdım. M döş qəfəsi. Döş qəfəsi sümüklərinə. Döş sümüyünə gəlir 2 dənə körpücük birləşir. Yuxarıdan döş qəfəsi 7-ci boyun fəqərəsinə, aşağıdan da 1-ci bel fəqərəsinə 4 dənə sümük. M də düzdür. N gövdə skeletidir. 5 dənə sümük düzdür. 2 körpücükdür, 2 çanaqdır, 1 dənə də ənsədir. D də düzdür. F də onurğa sütunudur. Onurğa sütununa nələr birləşir? Onurğa sütunu deyir. 24 dənə qabırğa birləşir onurğa sütununa. 1 dənə ənsə birləşir. Bir də 2 dənə çanaq birləşir. Nə eləyir? Hesablayın gör nə eləyir? 24, 25, üstünə 27. F də düzdür. Burada bir dənə qalır. K kəllə qutusudur. Kəllə qutusu ümumi deyir də. Mən ümumim axı bir dənə sümüklə birləşmir. Bircə dənə ənsəm gəlir birləşir. Bax, ona görə bunu səhv götürür. Deməli, burada A variantı səhvdir. İnsanın yuxarı boş venasında olan bir eritrosit aortaya çatana qədər. Baxın, həmkarlar, yuxarı boş venamdan gəlib töküləcək ürəyimin sağ qulaqcığına. Sağ qulaqcığından sağ mədəciyə keçəndə taylını burada bir dəfə açdı. Sağ mədəcikdən ağciyər kötüyü, ağciyər arteriyası vasitəsilə keçəndə ayparanı bir dəfə burada açdı. Gəldi, töküldü mənim ağciyərimə. Ağciyərimdə təmizləndi. Ağciyər venam vasitəsilə gəlir, tökülür sol qulaqcığıma. Sol qulaqcığımdan sol mədəciyimə. Taylımı bir dəfə buradan açdı. Sol mədəcikdən də aortaya keçir. Ayparanı da bir dəfə buradan açdı. Cəmi götürsə 2 dəfə taylını, 2 dəfə də ayparanı açdı. A variantı. İnsanın ürəyinə gələn simpatik sinirlər haradan çıxır? Əlbəttə ki, uzunsov beyindən. Uzunsov beyni verməsə də burada beyin kötüyünü götürə bilərsiniz. Aşağıda verilən sümüklərin quruluşca növlərini müəyyən edin. Gəlin, müəyyən edək. Bax, birinci ətraf sümüyüdür, uzun boyludur. İkinci çanaqdır, yastıdır. Bu C-dəki fəqərədir, qarışıqdır. Bu da eləyir D bəndi. İnsanın həm mərkəzi, həm də periferik sinir sistemində yerləşə bilər. Ara neyron mərkəzdən kənara çıxmır. Hissi neyronun cismi periferikdədir, mərkəzə daxil olmur. Hərəki neyronun aksonu həm mərkəzdə, həm kənarda. Hissi neyronun dendriti mərkəzə daxil olmur. Hissi neyronun aksonu həm mərkəzdə, həm kənarda. Hərəki neyronun dendriti kənara çıxmır. Deməli oldu 3 ilə 5, B variantı. İnsanda X-in sayını tapın. İnsanın sinir toxumasında müəyyən bir hissəsində neyronların sayı N-dir, cinsi xromosomların sayı da X-dir. 22-ni soruşur. Bax, neyronum N-dirsə bundan 10 dəfə çox. 10 N-də olur P2 hüceyrəm. Deməli, sinir toxumam 11 hüceyrədən ibarətdir. Yəni 11-in. Bir dənə toxumada, yəni bir hüceyrədə 2 cinsiyyət hüceyrəsi olur. Bəs 11-ində nə qədər X? 11-i də vuranda 2-yə eləyir 22N. Bu da olur C variantı.